Heç yəni üzünüzə düşürmüş kimi nə olacaq? Mən həqiqətən nə istəyirəm? Verməm, siz bir sağlığınızı. Bugündən sonra verərsiniz. Buyurun. Yani bunu belki biz de yani siz Zəhra, belki de Zəhra sen bunu burada inkişaf elətdirəbilərsin. Düşündün mü özünə elə bilməzsən ki, Zəhra Azərbaycanda bu işi daha da inkişaf elətdirəcək. Bu təməlini bəlkə qoyanlardan bir də çalışmışlar. Ama havalar getiriyor, insanlar səsdən bilmək üçün, elətdirənmə səslər, insanlar səslərinə, onların sonlarına, o karakteri necə yaşadıqlarına diqqət edir. Hələ ki, o qədər gelişmişlərini görə bilmək. Ona görə Azərbaycanda da olar, amma insanlar o qədər çox müxtəlif yetirməklər. Ona görə birincisi, bunu başqa ölkələrdə daha çox yaxşı edilir, daha çox gelişir, amma Azərbaycanda daha yüksək gelişir. Hobi və bacarıq buna istədikdən sonra onun yollarında tapacaq. Hobiləriniz var mı? Buyurun. Necə? Piyano çalmaq, süper. Yemək yemək hobisi ola bilər, gəzmək. Başqa hobiləriniz? Gəzmək. Yatmaq. Hobi deyil, ehtiyacı var mı? Deməli, sənin həm istedadla bacarıq nədir? Eyni şeydir, yoxsa ayrı şeylər? Ayrı şeylər. Həyat bilgisində var etməli bir şey. İstedadlar var. İstedad nədir, bacarıq nədir? Kimə çağırır? Əvvəlcədən olur, amma istedad... Bəli, istedad fitri istedad deyilir. Bəzən bacarıq deyilir, bacarıq deyil. İstedad bizim öz mizacımızdan, temperamentimizdən gələn xüsusiyyətlərdir ki, bəli, bizim bu xarakterindən doğulandan bəri genetik olaraq bizdə formalaşmış davranışlar olur, istedadlarımız. Amma bacarıqlarımız müəyyən bir şey edə bilirik. Müəyyən dərəcədə ona qarşı bir bacarıq var. Amma bacarıqlar sonradan formalaşdırılır. Kitab oxuyaraq, hobilər vasitəsilə və s. vasitələrlə biz onu inkişaf elətdirə bilirik. Buyurun. Bu bir bacarıq tanıyırıq. Ne kadar önemli? Harika. Neyi yapıyorsun? Büyük problemlerinden biridir. Özgüven eksikliği xüsusən də yenilmə və gənclərdə daha yaygın olacaq. Yaxşı. Biz hardan bilirik ki, bizdə özgüven eksikliği var? Bunu hardan hiss edirik? Özümüzü yetersizlik. Yetersizlik nədir sonra? Otur. Bir eksiklik var. Aha. Sanki ne olsam da, ne olsa da bir onu tamamlaya bilmirəm. Buyurun. Bəzi insanlardan daha aşağı hiss etmə. Aha, bu da bir yetersizlik. Bəli. Özgüven eksikliği yaradan başqa səbəblər nələrdir? Yaxşı etməyinə baxmayaraq ya da həyəcanlanmaq. Bəli, özgüven eksikliğində həyəcan var, stres var, yetersizlik var. Sonra sosial fobiya var. Məsələn, hansınız çıxıb burada rahat danışa bilərsiniz? Bu qədər mi az? Tabii ki az auditoriya. Məsələn, siz auditoriyasında burada 40-50 nəfər var. 40 yoxdur heç. Deməli, özgüvəndə nələr sıxılır? Sonra özgüvən eksikliğinin əlamətləri hansılardır başqa? Baxın, özümüzü düşünərək Özümüzü düşünməsə artıq özümüzdə artırmaq, müqayisə. Bəli, özümüzü başqaları niyə müqayisə edirik özümüzü başqaları ilə?
Tek bizə bir məlumat göstərir, yoxsa həm kimə, valideynlərə, sonra məktəbə, müəllimlərə. Deməli, bu bizə qarşılanan gözləntilərdir. Yaxşı, bu gözlənti deyil. Bu gözlənti yaxşı bir şeydir. O zaman valideynlərin, müəllimlərin bizə olan gözləntisi, yoxsa pis bir şeydir? Yaxşı bir şeydir. Deməli, valideynlər bizi böyüdürsə, bizə qarşı bir məsuliyyətləri varsa, həm maddi, həm mənəvi cəhətdən yalnızlıq qatır və bizə müəyyən dərəcədə gözlənti olmaqda haqlıdırlar. Tamam. Demək, gözlənti, dedik ki, gözləntilərin olması, bir düşüncənin olması bizdə imtahan həyəcanı yaradır. Sonra dedik ki, özgüvənlik. Aça bilərsən biraz da? Özünə güvənmək. Nədir özünə güvənmək ümumiyyətlə? İnanır ki, həmin istədiyi şeyin aid olacaq, məqsədinə qarşı Məsələ doğru gedir. Hədəf qoyulur. Yaxşı, hədəf qoymaq nədir bəs? Stres olur. Necə hiss edirik biz bu imtahan həyəcanını? Heç imtahan həyəcanını yaşayan yoxdur aramızda. Kimlər imtahan həyəcanını yaşayır? Rahatsızsınız. Heç bir həyəcan yoxdur. Narahatlıq. İçinizdə sanki belə nəsə titrəyir, nəsə bir gərginlik var. Baxın, o imtahan həyəcanında. Özünüzdə bir gərginlik hiss edirsiniz, bir narahatsız. Daim olaraq bir düşüncə var beyninizdə, bir belə deyək də, etiketlənmiş bir düşüncədir ki, nəsə olacaq, aynı ilgisi nəsə var, ilişib beyninizdə qalır. Bu varmı? Var. Var. Bədəninizdə narahatlıq, gərginlik, həyəcan, qızarma, tərləmə, bu varmı? Bax, indi bu oldu imtahan həyəcanı. İndi kimlərdə bu imtahan həyəcanı var? Gördünüz? Biz artıq öyrəndik ki, imtahan həyəcanı nə?